Ajans AS xəbər verir ki, bu dəqiqə Bakıda Şamaxinka adlanan ərazidə güclü partlayış səsi eşidilib. Açıq alovla müşahidə olunan görüntülər də var. Artıq yəqin ki, siz Telegram kanallarda və Instagram səhifələrində bu görüntüləri izləmişsiniz. Əldə etdiyimiz məlumat bundan ibarətdir. Yenə deyirəm, bu rəsmi məlumat deyil. Rəsmi məlumat olacaq əraziyə, amma əldə etdiyimiz məlumata görə Fövqəladə Hallar Nazirliyinin qüvvələri, həm də Daxilişlər Nazirliyinin qüvvələri, ümumiyyətlə hüquq mühafizə orqanları tərəfindən qüvvələr cəlb olunub. Hadisənin nəticələri barədə rəsmi məlumat veriləcək, amma bizim əldə etdiyimiz məlumat bundan ibarətdir ki, Müdafiə Sənayesi Nazirliyinin Alov zavodunda partlayış baş verib. Hadisə kinostudiyanın köhnə pirotexnika sahəsində qeydə alınıb. Hadisə yerinə qeyd etdiyimiz kimi Fövqəladə Hallar Nazirliyinin və digər hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əlavə məlumat veriləcək. Yəqin ki, rəsmi məlumatı gözləmək lazımdır və ətrafda yaşayanların, orada xəsarət alanlar olub, ərazidən, çünki orada daim avtomobillərin çox intensiv işlədiyi bir ərazidir. Orada xəsarət alanların olub-olmaması, ümumiyyətlə partlayış nəticəsində sıçrayışlar və yaxud da digər ətrafda olan texniki vasitələrə, yaşayış binaları var orada ətrafda. Ümumiyyətlə çox sıx ərazidir və demək istəyirəm ki, məhz o küçənin Alov zavodunun bir tərəfində, arxa tərəfində yaşayış binaları ilə bərabər qarşı tərəfdə də var və oradan 2-ci Alatovaya yol dönür, həmin istiqamətdə və rayonlara gedən bəzi sərnişinlər, hətta rayondan gələnlər də orada avtomobildən düşüb yerlərini dəyişirlər və yaxud da məhsullar qoyurlar, sərnişin götürürlər. Orada böyük bir keçid də var. Ümid eləyirəm ki, xəsarət alanlar yoxdur, ölüm yoxdur və biz rəsmi cavabı gözləməli olacağıq.